Əbdülrəhim bəy Haqverdiyev, bomba, hekayə. Qaradavoy Kərbəlayı Zal 25 ildən artıq idi polis idarəsində xidmət edirdi. Onun arvadı hərdən bir deyərdi: "Ay kişi, sənin saqqalına nə şaşqa yaraşır, nə də şapqa. Gəl sən bu qaradavoyluqdan əl çək, bir balaca alış-verişə yapış, bir baqqal dükan aç." Kərbəlayı Zal cavab verərdi: "Arvad, sən hökumətin ləzzətini anlamırsan. Əgər səni qaradavoy eləyələr, 1000 il qulluqdan çıxmazsan. Bir də mən 25 ildən artıqdır ki, polis qulluğundayım. 1-2 ildən sonra pensiyam çıxacaq, ondan sonra rahat əyləşib pensiyanı yeyərik." Belə danışıqdan sonra arvad həmişə sakit olardı. "Nə deyirəm, kişi özün bil." Bu dəfə Kərbəlayı Zalın ovqatı təlx idi. Dəftərxanada pristav çağırıb demişdi: "Kərbəlayı Zal, səndən narazıyam. Sən köhnə, dünya görmüş qaradavoysan. Bununla belə dünən Rusiyadan gəlmiş qaradavoy görürsən bomba tapır, tüfəng tapır, patron tapır. Həm ağasının üzünü ağ eləyir, həm özünün. Amma sən indiyədək bir sınıq balta da tapmayıbsan. Görünür, sən ya rüşvət alırsan, ya inki qocalıb zay olubsan. Əgər belə getsə bizim bir yerdə qulluq etməyimiz tutmayacaq." Bu sözlər bir ox olub Kərbəlayı Zalın bu tərəfindən dəyib o biri tərəfindən çıxdı. Axşam bir kef gəldi və arvad soruşdu: "Nə var?" dedi. "Heç, biraz başım ağrıyır." Arvad abgüst bişirmişdi. Gətirib qoydu kişinin qabağına. Bir-iki tikə alıb iştahım yoxdur deyib yatmaq istədi. Nə qədər etdisə gözünə yuxu gəlmədi. Axır durub bir stəkan çay içib getdi Qaroğlan. Kərbəlayı Zal qanlı küçə ilə zavallı küçənin küncündə durub pristavın sözlərini fikir edirdi. Gecə yarısından bir xeyli keçmiş Kərbəlayı Zal gördü ki, Usta Feyzullah Nalbəndin qapısında bir kişi dayandı. Yedəyində də bir at, atın üstündə bir cüt çuval və çuvalın içində bir növ girdə şeylər. At sahibi ilə ev sahibi çuvalları atın üstündən ehmallıca alıb apardılar və sonra atı içəri çəkib qapını bağladılar. Kərbəlayı Zal bu keyfiyyəti görüb öz-özünə dedi: "Daha baxtımın ulduzu parıldadı. Gecənin bu vaxtında gələn girdə şey xatalı şey olab." O saat fit çaldı. Yaxındakı qaradavoy Patap gəldi. "Vot Patap, bomba rabatay." "Gdzie?" "Don Feyzullah, bomba pirnesom." Patap İvana xəbər elədi. İvan Ogolodeçniyə, Ogolodeçni pristava, pristav Qalabəyinə, Qalabəy jandarmlar rəisinə. Yarım saatdan sonra Usta Feyzullahın evini qazaq, saldat qaradavoy bürüdü. Qapını döydülər. Usta Feyzullah çıxdı, xəbər aldı. "Kimsən?" Dedilər, "Aç qapını." Qapını açan tək binavanın dili tutuldu. Birtəhər soruşdu ki, "Bəs niyə buyurubsunuz?" Dedilər, "Danışma gərək sənin evin axtarılsın." Gecə yarısı Feyzullahın arvadını, uşaqlarını ürək qopma azarına salıb evin altını üstünə çevirdilər. Heç zat tapa bilmədilər. Axırda otaqların birinə girib gördülər, küncə 2 çuval qoyulub. Kərbəlayı Zal çuvalları görən tək qışqırdı: "Barin, vot, bomba!" Camaat çuvalları əhatə etdi, amma yaxın getməyə heç kəs cürət etmirdi. Deyirdilər, "İndi açılar hamını qırar." Yazıq Feyzullahın da qolları bağlı bir kənarda saxlamışdılar. Feyzullah evində bir şey tapılmadığını görüb cürətləndi və birdən səsləndi: "Ay ağalar, o çuvalların nəyindən qorxursunuz? İzin verin, qollarımı açsınlar, o çuvalların içindəkini bir-bir çıxarıb sizə göstərim." Feyzullahın qolunu açdılar. Gəlib çuvalın ağzını açıb içindən 5 dənə qarpız çıxartdı. O biri çuvalda da qarpızdan başqa bir şey yox idi. Səhər Kərbəlayı Zalı qulluqdan xaric etdilər.